Езжай к себе на родину, это Армения, здесь вам не рады. Здесь должны жить только армяне, проваливайте. Нам не дали ничего обменять, сказали, что все равно все оставишь и уедешь. Мы спим на улице, голодные, без еды и воды. Вот что говорили пострадавшие азербайджанцы, которых изгоняли армяне в конце 80-х годов. Думаю, будет неплохо вспомнить эти времена, чтобы не забывали. И через что прошел наш народ. И изменилось ли что-то в умах и сердцах хаев армян. Смотрим. Ermeni terörü yok değişmediler. Koyma Ermeni devremeler koyup gidelim. Koyup dedi çık buradan. Gel elimden. Kadın elimi 2 ay işte yattık. Kapılarda yattık. Karolla yattık. Kiremokan'a gelemedik. Aç kaldık. Siz kaldık. Dediler arvadımı öldürürler. Ben ağlıya çöllere düştüm. Hemen bu kızımla 7 gün meşelerle ben yol geldim gece günü. Soruşa geldim çıktım böyle bu granıtda da ağzından bu uşağım benim özümden geçti. Ben may ayının 5'inde askerlikten geldim. Ben 2 gün kaldım, beni sonra yolladılar ki git Karola git. Ben de dedim ne Karol'dum. Bizim kendimiz 4 tarafını Ermeniler bürümüştü. Üce çıkmağa mümkün yok idi. Elə bir müəssisə, elə bir rəhbər yer qalmayıb ki, danışmamış, müraciət eləməmiş olaq və ya ərzə verməmiş olaq. Telegrammaların sahib həddən çıxırdı. Bəlkə 100-dən çox telegram var. Bəlkə 100-dən çox ərzələrimiz gedir. Bu devlət bizim haqqında nə düşünür? Mən frontabikəm. Gecə gündüz bir fronta 5 il 6 il mən cəbhədə qalmışam. Vuruşmuşam torpaq üçün. Bugünkü torpaq əlimdən çıxır. Mən yekər tanışlar üçün ağlayıram. Niyə? Küçələrdə qalmışam. Niyə? Bura düzdür, Azərbaycan torpağıdır, Azərbaycana qurban olun. Bura mənim tədə baba yurdumdur. Ancaq mənim əlimlə tikdiyim, evimə, eşdiyimə həsrət qalmışım. Nə üçün? Qaldırıb ətirib tanışa bilmirəm. Mən 70 yaşında kişiyəm, küçələrdə qalmışım. Mən doğma və torpağıma getmək istəyirəm. Evimə, eşiyimə getmək istəyirəm. Bunu bir qrup ekstremistlər hamısı bu işi qaldırdılar. Biz yerli cəmaatın, yerli ermənilərlə heç də pis olmamışıq, yaxşı olmuşuq. Bir ildir ki, biz orada plan vəziyyətində yaşamışıq. Özüm medsestra işləmişəm kətdən, Açot aparanda. Bir neçə medsestralar məni döv. Mən qlavratın yanına getmişəm ki, məni incidirlər, Açot gətirə bilmirəm. Bana deyir ki, neylim sən incidirlər. Hara yerində, hara vətənində ged oraya. Sizə burada vətən yoxdur, yer yoxdur, bura Ermənistandır. Burada erməni milləti yaşamalıdır, rədd olun gedin. Bizim evimiz zəlzələ düşüb, evimizi də yaxşı faizlə erməni milləti gedib yazıb, bizim evimizə 10% qoz, misal üçün 1500 manat pul, 19 baş külfətə məsələ, hələ onu da heç almamışım. Yazıb atam 2 aydır, invalid veteran oradadır, hələ almayıb. Orada atam qorxa-qorxa təyaların, otların içində yatır. Yoldaş Vladimir İliç Lenin yoxsulların, fəhlələrin, kəslilərin tərəfdarı olur. O bizi kimi yoxsullara qayğı göstərir, yaxşı rəhbər olur. Kömək edin hər cəhətdə. Amma indi elə şey yoxdur. Ona görə bizə baxan yoxdur. Gene de diyelim bizim
Balacadan laf Aksaqqala tanır. Akbilçəyə demək, bizim fikrimiz budur, kendimize qaytarır. Öz yurdumuza, öz evimize gider. Bak sizden bunu xahiş edirik. Bizi belə çıxardılar. 500-600 tane avtomat döşünde töküldüler. Sürü kestiler, çöreği kestiler, tumuzu kestiler. Onu kaldık böyle. O ya, onların hamısı avtomatlar kırıldan formada takkallı, öyle de raykoma tanır. Şekabinin leçenliğe dedi. Raykom Pedrusyan Sayap, 2 ay 3 ay bundan kabak fayını koymuştular. O grubun fayınlısı bize defa demediler ki, han edesi kimsin? Ermeniler hamısı ara verdi, çizdirdi, ondan da onlara döndü. Bize katı bakmadı. Biz de avtomatın kabanı kattılar, boyladılar bizi. O da yolla yok dağlarla katmışsın. Sizden hamlığına xahiş ederiz ki bizi öz yerimize tezliğine qaytarın, bu kapılardan biz el çekelim. Nəyə görə? Mən doğma yurduma həsrət qalmışam. İndi xahiş edirəm dövlətdən, partiyadan, Yoldaş Vəzirovdan bizi öz doğma yurdumuza, öz doğma vətənimizə qaytarsın. Torpaq şirindir. Bizim kentin içinde magazin kavağında ben gelirdim, bir de gittim 3-4 grupların içine çıktım. 3-4 grupların içine çıkanda bizim Ermenistan'ın Noyembire rayonunun Letprampoz idarasının direktörü Mikhailyan Gurgen maşının sol tarafını dal tekerini 5 açılanla vurdu. 5 açılandan başka dalımla 2 defa ahotla attılar. Geldim tabii maşının dalını da khara verlerdi. Buraya da doldurmak yerlere üçlüyle gördü. Ondan sonra ben kaçtım, özümü kurtardım. Onunla beraber benim ömrüm orada zahit elliydi, özümle çölde kalmışım. Özümün ihtiyarım çatmır ki ben bir defa kapıya harana girem. Ermənistan üzrə bir dənə də ermən musulman yoxdur Ermənistanda. Sovet hökumətinin hansı vaxtıdır ki, bizim məktəblər bağlanıb Azərbaycan məktəbi, tələbələr oxumur, şagirdlər çöllərdə qalmışdır. Nə üçün, niyə? Ben ailemle, böyle külüpetimle, böyle uşaklarımla çıkmışım çöllerde, küçelerde. Evim de orada boş, sahipsiz, hiç kes de yoktu, benim özümü ihtiyara çatmıyor, öz yerime gidip çıkabilem. Cemaatin hamısı ne orada abi? Bütün cemaat, hamısı cemaat, ailemle, bütün bu cemaati, hamımızın evimiz oradadır. Özü de hiç olmazsa 90% boşluydu. Öyümden ötürü getmişdi. Deyir öynə, döy hökumət öydü. İndi yenə tənə sən işləyibsən, indi də gələn ora borç işləyir. Yoxdur artıq öyüm ki, mən sana verəm. Özdə 2 günün içində bizi çıxardıblar. Ermənistanda bir Müslüman yoxdur. Azərbaycan da dolu ermənidir. Nədir bizim günahımız ki, bizi belə edir? Mənim 4 uşağım var. 4 uşağım var atasız. 13 yaşından atasız saxlamışım. Olduğumuz yerdə önümüzdə yaxın falan yoxdur ki, sən burada öyün yoxdur. Öyüm, eşiyim, 3000 metre torpağım var. Qapımda otomatın orada qalıb, qoymur otumu gətirib satan işe keçirəm. Пришли, нас выгнали. Убирайтесь, убирайтесь. Мой муж инвалид, сказал, я никуда не пойду. Не убьют, убьют, все равно умирать. Я тоже решила остаться с ним. Утром мы устали. Вот и с этим, с автоматами, и с громкоговорителем идут, уберитесь, уберитесь, уберитесь. Вещи остались, все вещи остались. Одну машину взяли, все, осталось все, да. Ни Баку, ни Москва, никто не обратил. Солдатım. Они для чего представили? А я не знаю, охраняют. Охраняют от меня, это же контора армянская. Охраняют, да. 8 baş külfət sadaqlayı sağ olsun, sadaqlı saxlayır. İndi də deyir 8 aydır durubdur. İndi də çıxın. İndi nə qayraq? Harda yataq? Soyuq gəlir, yağış gəlir. Susuz bu millət batıb verilir. Niyə kömək durmursunuz? Və belə heç olar mı? 5 yöyüm var burada, niyə vermir? Nə qoymur dəyişməyə, nə qoymur? Belə. Sadaqlı saxlayır. Sana qurban olun. Öyümüzü istəyir. Gedib vətənim İndi mən öyümə gedirəm. Beş erməni oxuyur. Mən 7 ayda ona 5 manat Beş erməni olsa mən gedirəm öyümə. stipendiya durur o uşaq orada. Ya istəmirmi? Nə bir yerdən də bir şey almırıq. Burada bir erməniyə 200 manat pul verirlər. Bir öydə 2000 manat pul alan var. Hem de biz qəpik də almırıq. Yaşasın sadaqlı, sadaqa fitrə kimi qoltuğunda qardaş bacı bizi yerləşdirib saxlayır. 5 dənə uşağım var, atası saxlamışam. Çox pis vəziyyətdir. İndi
Ürəyim ağrıydı, ürəyim uşağım əsərdən gəlibdi. Uşağım sinəm sodaqda qalıbdı. Ona kömək lazımdı, ona mütləmədi, bir iş lazımdı. O uşaq davamdı, ailəsindən puzular. Mən nətər ona məcbur, mən öz evimi istəyirəm. Çox xahiş edirəm, mənim ürəyim götürmür, çox belə pis vəziyyətdə qalmışdır. Çox pis. Məcbursa mən öz evimi istəyirəm. Mən getdim özüm təvəqqüt verdim. Yoldaş Petrosyan, mən evimi istəyirəm, mənim oğlum gəlibdi. Bu saat əskiyyətdən otaqda qalıbdı, deyir ki, mən neyiniyim səni, mən önünə nəzir göstətirim. Xuliganlar səni nə qayrar? Deyirəm, sən özün kimi belə rəhbəri elirsən, mən niyə çıxdım saat 2 saat yarıman, qız uşaqlarımı götdüm, şəkələrə bağıra qaçdım. Nə bil mənim ömrüm beşdi qaldı, nə bil mənim malım qaldı, nə işim qaldı. Qalmışam belə cazısız qadan qalım. Aha, mən neydim? Hara gedim, bir yol göstədim bana.